Hörmətli izləyicilər, bugünkü videoda mən bu maşında olan internet barədə danışmaq istəyirəm. İndi bildiyiniz kimi bizdə maşınlarda sim kart işləmir. Bu maşının özündə bildiyimə görə sim kart var, lakin o Çin bazarı üçün nəzərdə tutulub, yəni Çində işləyir. Hətta deyəsən 5G sistemi ilə işləyir. Bizdə isə o həmin o operatorla burada olmadığına görə həmin sim kartlar burada işləmir. Bəzən olur, görürəm ki, bəzi ustalar onu açıb tapırlar, dəyişirlər nəsə bizim sim kartı ora payat eləyirlər. Bu vasitə ilə qoşurlar. İkinci variantda, bəziləri belə mobil telefonda olan Wi-Fi vasitəsilə maşına internet ötürürlər və bu vasitə ilə maşında internet işləyir. İndi əsas məsələ burada odur ki, bizim Azərbaycana gətirilən maşınların heç biri rəsmi diler tərəfindən gətirilmir. Hamısı individual sifarişlər vasitəsilə və yaxud da avtosalonlar vasitəsilə gətirilir. Həmin avtosalonlar da heç biri rəsmi diler sayılmır. İndi deyilənə görə Abşeronda rəsmi diler açılıb. Lakin heç o da dəqiq 100% məlumat deyil. Çünki BYD-nin rəsmi saytına daxil olanda Azərbaycan barədə hansısa bir rəsmi diler barədə orada məlumat yoxdur. Və belə olan halda əsas deməyə məqsəd odur ki, siz bu maşınla əgər internetə qoşulursunuzsa, həmin bu maşın Çində, BYD şirkət tərəfindən artıq görünür və bu maşınlar rəsmi rəsmi diler tərəfindən gətirilmədiyinə görə ola bilsin ki, BYD şirkəti hansı məqamda bu maşınları bloqlaşdırsın. Məndə olan məlumata görə artıq Li avtomobilləri artıq belə bir problem yaranıb. Bəzən artıq bloqlaşdırırlar və onlar sonra məcbur olub hansısa vasitə ilə bu maşınları blokdan çıxartmağa çalışırlar. Bilməm, onlarda da rəsmi diler var, yoxdur. Belə bir məlumat əldə eləmişəm. İndi təsəvvür edin ki, hansısa bir məqamda BYD şirkəti belə bir qərara gələcək ki, bu rəsmi olmayan maşınları bloqlaşdırsın və onları məcbur eləsin ki, əgər həmin ölkədə rəsmi diler varsa, onları rəsmi diler müraciət etməyə məcbur edəcək və müəyyən pul qarşında yəqin ki, belə az məbləğdə olmayacaq. Həmin məbləğ ödədikdən sonra bu maşınlar blokdan çıxarılacaq. Və indi bəzi ustalarımız var, artıq bu maşınların müəyyən problemlərini öyrəniblər. Bu, məsəl üçün, maşın hansı səbəbdən bloka düşür, ya qəza vaxtı və ya hansısa bir sistemdə olan problemlə bağlı bloka düşəndə ustalar onu həmin o blokdan çıxarda bilirlər. Lakin bilmirəm, əgər bu rəsmi BYD şirkəti tərəfindən bu bloka salınsa, ola bilsin ki, hətta heç buradakı ustalar onu blokdan çıxarda bilməsinlər. Sizə bir misal gətirim. Mən bu maşını alanda, bunun üstündə 24 modellər, bir açar, bir kart gəlirdi, NFC kart gəlirdi və açarı itirmək təhlükəsinə görə mən məcbur olub gedib əlavə də bir kart çıxartdırdım, ustaya müraciət elədim və həmin ustada olan o hansısa bir belə kompüterə oxşar bir aparat, o adi rejimdə belə boşub hansı blokdan çıxartmaq, nəsə yazmaq, belə bir rejimdə işləmir. Həmin usta mənə bildirdi ki, onlar haradasa bir böyük məbləğ, dəqiq yanımda deyim, 300-500, nə qədərsə manat, onlar hər ay abunə haqqı ödəyirlər ki, həmin o rəsmi serverə qoşulsun və həmin server vasitəsilə bu açarlı
əlavə duplikatlar üçün kodlaşdırma aparırlar. Və yəqin ki, bu maşınlar əgər BYD tərəfindən bloklansa, yəqin ki, həmin o avadanlıq yenə də hansısa bir lisenziya vasitəsilə BYD şirkətin o sisteminə qoşulmalıdır. Ola bilər, o da bəlkə də böyük məbləğ olacaq, olan yəni aylıq abunəsi böyük məbləğ olacaq və ustalar da məcbur olacaq onu yəni böyük məbləğdə, yəni müştərilərdən böyük məbləğ qarşılığında bu maşına blokdan çıxarsınlar və yaxud da ola bilər ki, heç BYD şirkəti, yəni adi ustalar heç belə bir lisenziya verməyə razı olmasın. Yalnız indi əgər burada nə vaxtsa rəsmi diler olsa, ola bilər ki, yalnız həmin dilerə bu icazə verəcək ki, hamı gedib onlara müraciət eləsin. Rəsmi dillerlərdə bilirsiniz ki, həmişə qiymətdə çox yüksək olur, yəni adi ustalardan qat-qat üstün olur və belələ də yəni müəyyən ziyana düşmək olar. Və bu internetin başqa bir problemi ilə də bağlı bir məlumat vermək istəyirəm. Bu yaxınlarda qabağıma bir xəbər çıxdı ki, necə ki, yəni kompüterlərdir, indi bu smartfonlardır, bunlara necə ki virus düşür, yəni artıq bu avtomobillərə də yəni virus düşməyə başlayır. İndi gördüyünüz kimi bu maşında demək hər şey elektronikadır, hər şey yəni belə deyək, rəqəmsal formada işləyir. Yəni internetə də qoşulanda artıq bütün bu sistem, maşın sistemi artıq təhlükə altına düşür. Yəni, necə ki, kompüter, telefona hakerlər tərəfindən virusa salınır, hücumlar olunur. Maşına da həmçinin hansısa bir virus düşə bilər və maşında da bunun olmağı daha təhlükəlidir. Çünki maşınlar, yəni bu yüksək təhlükə mənbəyi olduğuna görə təsəvvür edin ki, siz yolda gedəndə maşın hansısa sistemi haker hücumuna məruz qala bilər və maşını harasa lazım olmayan yerə döndərə bilər, lazımsa yerə qaz pedalı basıla bilər və yaxud da reski tormuz basıla bilər. Yəni, daha çox təhlükəli sistemlər vəziyyətdə yarana bilər. İndi məndə olan bu aşağı komplektasiyada elə də çox yəni sistemlər yoxdur. Ancaq yüksək komplektasiyalarda və yaxud da BYD-nin daha bahalı modelləri, məsəl üçün BYD Song Plus, Xan və digər modellərdə daha çox belə köməkçi sistemlər var. Hətta orada belə maşın özü bəzən parkovka olunur, parkovkadan çıxır, bəzən özü belə deyək, maşını, yəni rulu tutmadan da özü maşını idarə eləyir. Bu hansısa zolaqda maşını saxlayır, lazım olanda o adaptiv cruise kontrol vasitəsilə ara məsafə saxlayır. Təsəvvür edin ki, əgər indi bu maşın hansısa hakerin əlinə keçsə və belə bir sizə qarşı belə bir hücum olsa, təsəvvür getdiyiniz yerdə maşın ya belə yüksək sürət almağa başlayacaq, harasa döndərə bilər, qəza törədə bilər və artıq sonradan da bunu, yəni siz sübut eləyənə qədər ki, bu məndən asılı olmadı, avtomobilin öz problemi oldu. Bu, yəni, yəqin ki, çox çətin bir məsələ olacaq və indi harca ziyana düşə bilərsiniz. Hətta bu yaxında belə bir xəbərlərdə göstərilir ki, bir Tesla maşını, onlarda bildiyiniz kimi elektronika daha çoxdur. Yəni, onlarda hətta belə avtopilot, yəni maşının özün idarə etmə sistemləri daha çox inkişaf edib. Getdiyi yerdə birdən-birə döndü, getdi, girdi kolluğa, açdı. Belə bir problem çıxdı. Yəni, gördüyünüz kimi artıq yavaş-yavaş bu problemlə üzə çıxmağa başlayır. Və bizdə də fikir verirəm, yəni əsasən də bu monitorda internetə qoşulmaq üçün burada ən çox, yəni YouTube-a daxil olmaq üçün bu internetdən istifadə olunur. Mən özüm də maşın təzə alanda buna YouTube proqramı yazdırdım. Bir müddət işləyəndən sonra nəsə oldu, yəni artıq o YouTube-da işləmədi. Mən ondan sonra da heç ona baş qoşmadım. Deyəndə onu yəni qoşturmadım. Özə bildiyimə görə bu Gimplus'dan aşağı komplektasiya monitor biraz zəif olduğuna görə, yəni bəzi proqramlarda o işləmir. Yəni Destroy 05 və digər modellərdə, yəni deyəsən bu problem yoxdur.
Yəni mənim fikrimcə, yəni maşında ümumiyyətlə, yəni YouTube'un olmağı artıq bir şeydir. Yəni maşın sürücü maşını idarə edirsə, onun heç YouTube'a baxma belə vaxtı yoxdur. Daim diqqəti yolda olmalıdır. İndi nadir hallarda o ki, oturur maşında, ya kimisə gözləyəndə boş vaxtlarında ola bilər ki, oturur darıxmamaq üçün YouTube'u qoşur, baxır. Lakin mənim fikrimcə, yəni belə bir qısa bir əyləncəyə görə risk altına girməyə dəyməz. Hətta indi ola bilər kimsə bəlkə də taksidə işləyir, sərnişinlər üçün, ya müştəri üçün belə bir, yəni əyləncəli bir hansısa mahnı, videolar qoyur. Lakin mənim fikrimcə nə özünə görə, nə kiməsə yaxşı olmağa görə, yəni belə bir risklərə getməyə dəyməz. Yəni dediyim kimi, əgər sabahları bu hadisə baş versə, heç kəs gəlib sizə buna, bu YouTube'a görə çox sağ ol deməyəcək və siz, yəni birbaşa ziyan çəkən də siz olacaqsınız. İndi bu YouTube'dan başqa da burada adətən navigatorda ən çox da taksilər işlədir, bu Waze'dir və yaxud da hansı bir radio proqramlardır. İndi burada radioda, yəni maşın özünün FM radiosu yoxdur, antenası yoxdur, belə bir avadanlıq yoxdur. Yəni, radio qulaq asmaq üçün bəzən bunu internetə qoşurlar. Radiodan internet vasitəsini istifadə edirlər. Məndə də gördüyünüz kimi, yəni, bu proqramlar olsa da, yəni, mən artıq, yəni, maşın yeni olanda belə bir şeylərə həvəsim var idi. Bunları yazdım, elədim. Lakin heç sonradan bunları istifadə eləmirəm. Mən artıq uzun müddət, yəni, maşını arası 1 il, 3 ayda hardasa almışam. Lakin, yəni, artıq 1 ildən çoxdur belə deyək, mən bunları heç birinə istifadə eləmirəm. Yəni, navigasiya da lazım oldu. Yəni, mobil telefon üçün mən burada belə bir aşağıda bir telefon qoymağa yerim var. Telefon qoyuram, yəni o da mənə tam qane eləyir. Hansısa yeri tapmaq eləməyə navigatordan telefon vasitəsilə baxıb istifadə edirəm. Yəni radioda belə bax, elə də vacib deyil. Onu yenə də deyirəm, radionu telefonlarda indi hamısında bir radio var. Yəni ki, orada da qoşma olar. Yeganə, yəni belə bu monitorda işlətdiyim bir şey varsa, o bir bu klimat kontrolu işlədirəm. Bir də bu media center, belə deyə, bu telefon vasitəsilə Bluetooth-dan bura telefon lazım olanda hansısa mahnını ötürüb buradan istifadə edirəm. Yenə də deyirəm, risklər sizindir. Yəni əgər siz belə bir, yəni, əyləncə xətrinə risk altına girmək istəyirsinizsə, yəni yenə də özünüz bilərsiniz. Amma mənim fikrimcə, yəni artıq, yəni belə bir təhlükəli siqnallar daxil olursa, yəni bunu etməyə dəyməz. Yəni ola bilər ki, gələcəkdə həqiqətən də əsl rəsmi dillərlə Azərbaycan gələndən sonra, ya ondan sonra da ola bilər ki, gələcəkdə, yəni individual şəkildə heç maşınları Azərbaycan gətirmək mümkün olmayacaq. Yalnız rəsmi dilir vasitəsilə bunu edəcəklər və belə olan halda da, yəni ki, bu maşın özündə də həm sim kart işləyəcək, həm bütün proqramlar rəsmi olacaq, bütün obnovleniyalar gələcək və bundan sonra artıq, yəni, rahat bunu işlədə bilərsən. Yəni indiki dövrdə, yəni belə bir riskə getməyə dəyməz. İstənilən vaxt, yəni istənilən an, yəni bizə heç xəbərdar etmədən, heç olan borcu da deyil ki, bizim xəbərdar eləsinlər, biz heç ola, heç bir pretenziyamız ola bilməz ki, niyə bunu bloklaşdırdın, yəni və yaxud hansısa hakerə deyə bilməzsin, niyə bura virus saldın. Yəni belə baxanda maşınlar hamısı qeyri-rəsmi, yəni, bizim öz riskimizlə alınmış maşınlardır. Ona görə yenə də hələ özü, yəni belə bir bu məlumatı, yəni özündə bir analiz eləsin, yəni lazım bilərsə, yəni bu məsləhətdən istifadə eləyər, yəni internetə qoşulmadan da, yəni bu maşını istifadə edə bilər. Yəni bununla bağlı demək istədiyim bu qədər. Sağ olun.